Əlavə bu kimi yaxın kənddir. Bildiyiniz kimi, mən Dərzilanın Gələnbəy kəndindənəm. Əziz bəy 2 kənd o üzrə. Şıxımlıqdan o üzrə Çıraqlı kəndindən. Kəndləri çox siyasi bir kənd, kiçik kənd olsa da. Savadlı və fərhəngi bir şəhərdir. Əziz bəy də bu kəndin meyvəsidir. Allah ruhunu şad eləsin. Əziz qardaşlar, Əziz bəy xəstə idi, çoxdandır. Ailəsi dərman üçün aparmışdılar Tehranda. Qafi Necat imasına. Mən Tehranda olardım o zamanlar. Eşitdim Əziz bəy komadadır. Bəlkə sizlərin çoxunuz eşitmədiniz və xəbəri rəsanəyə olmadı bir dəlillərə görə. Əziz bəy məzlumdur. Əziz bəy çox məzlum. 45 gün komada qaldı, heç kim bilmir. Ailəsi özündən də məzlumdur. Bir ilə yaxın bimaristanlara yol döydülər. Bimaristan kənarında yatırlar. Əllərindəki xəşdədlə bimaristanlara. Adını deyə biləcəyim və ya deyə bilməyəcəyim əziz qardaşları ki, bimaristan xərcində. Bilmirəm, neyniyə bildilər. Oğlu, qardaşı, əqrəbası, dostu, hamısından təşəkkür edirəm. Amma Əziz bəydən utanıram. 45 gündən sonra duşa gəldilər. Bu 45 gün komada olan zamanı ən azı mən 3-4 dəfə koma halətində getdim mülaqatlarına. Həbib bəy dedim, Həbib bəy, bir daha Əziz bəy gözünü açacaq inşallah. Ürəyim bunu deyir. Əziz bəy duşa gələcək. Bir dəfə zəh vurdım, Həbib bəy, Əziz bəyin halı necədir? Dedi, atam düşəcək. Tələsik Tehrandan bir daha getdim Pasdaran. Maşını çox uzaqda saxlaya bildim, piyada sürətlə Əziz bəyin gözlərini açıb ayaq üstə görürdüm. Gördüm Əziz bəyin gözləri açıb. Məni gördükdə şəxsi libasla getmişdim. Danışa bilməsə də əvvəl ləhsə tanıdı və laf sevindi. Dedim və danışa bilmir, daha komadan taza ailən adam. Apardılar hamama, gətirdilər. Yanımdan soruşanlar dedi, bağışla ha, adımı xitab elədi. Ləqəbimi ki, əlbəttə mən öz dilimlə deməyim səlahdır. Bağışla. Gəldi otdu, sigaret istədi, vermədi Həbib bəy, dedim Həbib bəy, gör ola bilərsə. Day bunun şərait ilə şəraitdə ki, buna pərviz verəsiniz. Ola bilərsə bu sigareti bir yerdə verim. Söz yox dedi, baş üstə Əziz bəy, burada olmaz sonra inşallah. Həbib bəy qoğulun verdi, sigareti versin. Əziz bəy, Hoc bu həya ilə məndən danışırdı, bu halda. Məndən utanırdı ki, bədənin görürəm məsələn. Libas əynində azdı, bimaristan libasları idi. Bunlar hamısı boğal və təbii. Bir məsələ ki, mənə kamilən qeyri adlı gəldi. Hərdən özümə deyərəm Allah. Rəhmətli Əbülfəzil bəy sərəton tutdu. Üzü şişdi, bildi ki, getməlidir. Yenə millətçi idi. Yenə Azərbaycan xalqına can verir. Mən otur ola bilmərəm, bu zəmdə deyirəm. O halda mən qazanamazlarım fikrində olarım. Xalqa ürəyim yansa da, özümə laf çox yanır. O halda özümə çətindir millətçilik eləmək. Bəlkə ağzı şirinlik zamanı, bəlkə indinin bir para çətinliklərinə dözə bilə adam. O halda çətindir. Əbülfəzil bəy rəhmətlik demirəm ha, siyasi cəhətdən elə o yol gedəniyəm, odur rizalat edəyəniyəm, odur danışanıyam. Yox, nəql ola bilər o rəhmətliyə də. Amma o millətçilik Əziz bəydə var. O millətçilik Həsən bəy Azərbaycanda var. Bu ikisində var. Əziz bəydə hardan deyilən var? Həman təxtin üstündə, həman şəraitdə. Azadəsi dindirdi, bir açdı dedi, Azərbaycan mənim canım. O halda odur deyirəm, əziz qardaşlar, əziz qardaş, əziz bacılar, mərasimlərimizdə laf yaxşı görürük, yaxşı deyirsiniz. Belə bir ustadların, böyüklərin ruhunun şad olmağına belə bir şuarlarda gərəkir. Amma bu mərhumun əlan o dünyasında nəzərdə alırıq. Necə özümüzün hüququmuzu nəzərdə alırıq. Bu mərhumə səmimiyyətlə, ürəklə
ərazini bitirmək üçün də istihdam olsun. Allahümme eğfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat siyyemel merhumil mağfuril ma'lumil menzur bin nebiyyi ve alih ve bil fatihati ma'as salavat. Gel verək can yaşadaq Azərbaycanımızı. Görməyib, görməyəcək kimsə də göz yaşımızı. Əziz dostlar, bu günləri bura göz yaşı görməyə gəlməmiş. Bu günləri gəlmişik bura, deyək ki, Azərbaycan belə oğullar becərib. Yaşayır və ölür. Azərbaycan yolunda, vətən yolunda. Bu günləri Vadi rəhmətə gəldikdə istər-istəməz Həsən ağanın huzurun burada ehsas ediyor və görsədir ki, Həsən ağa gedir, əziz pürvəli gedir və mütməindən minlərcə, on minlərcə Azərbaycanın tarixində olduğu kimi bu cür insanlar gəlib, yaşayıb, mübarizə edib, vətən yolunda, Azərbaycan yolunda və gedəcəklər. Əziz dostlar, bu günlər Xurdad olaylarınla 13 il bundan qabaq Xurdad məbahisə qət olur, ya mən qət olur. Xurdad olaylarınla müsadifdir. 13 il bundan qabaq Azərbaycan görsətdi ki, öz xurdadların yarada bilər. Mərkəzdə olan xurdadların dalı sıcaq düşməyəcək və öz istəkləri uğrunda, öz amacları uğrunda mübarizə edəcək. Mən bu günləri isti salamlarımı əziz yoldaşlarımıza Ərdəbil şəhərindən gətirmişəm və bunu istəyəm deyəm ki, Abbas bəy Lisani bir saat bundan öncə təmas tutdu və bunu istədi ki, məndən yetirən bütün dostlara bu zayəni, bu dərdi bütün millətimizə, Pürvəli ailəsinə və Azərbaycana təsliyyət edirəm. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan yolunda canın, ömrün və yaşayışın qoyan. Yaşayasın. Sağ olun.